And olsun Allah'a, çok pis iş gördün. Muhammed'in nəslini qırmaqla özünə təsəlli verirsən. Əbdülmütəllib nəslindən olan parlaq ulduzları. Mən sənin cahil dədə babalarını arzulamağına qətiyyən təəccüblənmirəm. Vallahi Yezid, sən də onların getdiyi yerə gedəcək. Arzulayacaqsan ki, kaş şirkar olaydın. Dediklərini deməz, elədiklərini eləməzdin. Kes sesini, Allah kardeşin kimsenin gözünü kara eylesin. Üzü qara ancaq sən oldun. Yalnız özünü rüsva elədin. Balalarının qanını tökdüyünə görə, əhl-i beytinin hörmətini qorumadığına görə mütləq Rəsulallahla üzləşəcəksən. Onda Allah onların qisasını səndən alıb haqlarını bərpa eləyəcək. Allah yolunda öldürülənləri heç də ölü zənn eləmə. Əksinə diridirlər və onlara Rəbbi yanında ruzu verilir. Bizim aramızda yalnız ve yalnız kılınç hükmedir. Danışmağın hiçbir mənası yoktur. Allah'ın aramızda hakim, Muhammed'in sənə düşmən, Cəbrailin ise bizə dayaq olması kifayətdir. Onda səni müsəlmanların üstündə hakim qoymuş şəxs biləcək ki, hansımızın vəziyyəti daha pis və hansımız daha zəifik. Bunun ağzından çıkan bu sözlere bir bak. Onları dinlemektense ölüm daha rahattı. Görürsünüz, görürsünüz. Eğer bu kadın mənə dediklerini Bizans imparatoruna deseydi, ona neylerdi? Cevap verin. Onun dara çekilmesini emretmezdi mi? Dediklərim məni əsla qorxuda bilməz. Mən səni çox alçaq hesab eləyirəm. Vəzifənə, danlağına məhəl qoymuram. Gözüm qan ağlayıb, ciyərim parçalanır. Allah'ın pak ordusunun qovulmuş şeytanpərəstlər tərəfindən qətlə yetirilməsinə çox təəccüb eləyirəm. İndi sevinsən də tezliklə ziyanda olduğunu görəcəksən. Onda yalnız elədiyin əməllərin əvəzi veriləcək və Rəbbin bəndələrə əsla zülm eləməz. And olsun ki seni de kardeşine kavuşturacağım. Ağa, eğer onu öldürsen vəziyyətlər birləşər, cemaat əleyhinə qalxar və işlər işlədiyi kimi olmaz. Vay olsun ona. Yoksa onların başına bir oyun açardım ki hiçbir sultan öz reyiyetine karşı Biz etmeyin. sənin rəiyyətin deyilik. Nə bilirsən, nə bacarırsan, nə istəyirsən elə Yezid. And olsun ki bizim adımızı batıra, vəhyi məhv eləyə və elədiyin alçaqlığı boynundan ata bilməyəcəksən. Sənin hökmün, hakimiyyətin müvəqqətidir, ağalığın ötəridir. Carçı nida eləyib Allah'ın lənəti olsun zalimlara deyəcəyi gün. Kesin onun sesini. Allah dilini kessin. Kesin sesini. Sakit ol bibi. And olsun Allah'a ki sen başa düşmeyeni de başa saldın. Bu genci mənə pay ver ağam. Ona elə bir işgəncə verim ki sənə itaət eləməyi öyrənsin. Sənə də, ağana da lənət olsun alçaq. Bu mənim olar. İstəsəm səni ona verərəm. Vallahi sənin buna haqqın yoxdur. Onda gərək İslamdan çıxıb başqa bir dinə itaət eləyəsən. Mən səni elə belə də güman eləyirəm. Bəs nəyə görə bunu cəmaata açıq-aşkar bildirmirsən? Dindən çıxan sənin atan və qardaşın olub. Sən və atan Allah'ın və cəddimin dininə hidayət olunmusuz. Əgər müsəlmansansa... Yalan deyirsən ey Allah'ın düşməni. Allah'ın düşməni? Vallahi sən zalim hakimdən başqa bir şey deyilsən. Zülüm edib hakimiyyətinə güvənirsən. Küfür edən kəslər onlara verdiyimiz möhlətin öz xeyirlərinə olmasını güman eləməsinlər. Əslində biz onlara möhlət veririk ki, onlar öz günahlarını artırsınlar. Onlar üçün alçaldıcı bir əzab vardı. Uca və əzəmətli Allah doğru buyurmuşdu.